Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Xəqani Şirvani adına Aran regional filialında şəhid ailələri, eləcə də rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Abdüləziz Xan Əhmədoğlunun 12 sentyabr 2022-ci il tarixində düşmənin geniş miqyaslı təxribatının qarşısının alınması zamanı qəhrəmancasına şəhid olmuş Gizir Nəzər Ağacəliloğlu Əzizovun xatirəsinə həsr etdiyi Cəsur Kəşfiyyatçı adlı kitabının təqdimat mərasimi keçirildi. Təqdimat mərasimini giriş sözü ilə açan muzeyin Aran filialının müdiri Yaqut Bahadır qızı şairin oxuculara təqdim olunan kitabının gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox faydalı olacağını vurğuladı. Təqdimat mərasimində çıxış edən şəhid Nəzər Əzizovun anası Cəmafət Əzizova oğlunun şərəfli ömür yolunu əks etdirən poemanı yüksək qiymətləndirərək şəhidlər haqqında yazılan hər bir kitabın onların adlarının əbədiləşdirilməsi, xatirələrdə yaşaması üçün böyük əhəmiyyət kəsb etməsini vurğuladı. Tədbirdə şəhid Nəzər Əzizova həsr olunan foto və video çarx nümayiş edildi. Şagirdlər poemadan parçalar səsləndirdilər. Canlı vətən torpağına fəda edən şəhidlərimizin haqqında yazılan hər bir sətir, hər bir əsər, hər bir kitab demək çox qiymətlidir. Çünki onlar şəhidlərimizin xatirəsinin əbədiləşməsi üçün kifayət qədər gözəl belə əsərlərdir. Ölməz Səməd Turğun deyirdi ki, bilsin ana torpaq, eşitsin vətən, müsəlləh əskərəm mənlə bu gündən. Səməd Turğun Böyük Vətən müharibəsi başlayanda demişdi, ancaq mən də öz vətənimizin, Azərbaycanın müharibəsi başlayanda bax elə bu amalla yazdım, yaratdım, bütün şəhidlərimiz haqqında yazdım və mən deyim ki, artıq bu kitab, yəni nəzərə həsr olunmuş mənim bu kitabım, şəhidlərə həsr olunan 5-ci kitabdır sadəcə. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Onlar bizim yadımızdan çıxmayacaq, həmişə xatirimіздədir. Nə qədər Azərbaycan var, Azərbaycan xalqı var, şəhidlərə hörmət, ehtiram da onlarla bir yaşayacaq. Onlar bizim tariximizdir, milli qürur yerimizdir. Tədbirin sonunda kitabın müəllifi Abdüləziz Xan Əhmədoğlu muzeyin Aran filialı ilə fəal əməkdaşlığına və vətənpərvərlik mövzusunda yazdığı dəyərli əsərlərə görə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynovun imzaladığı fəxri fərmanla təltif olundu. Sonra poemadan parçalar səsləndirilən şagirdlərə sertifikatlar verilib. Sonda Cəsur Kəşfiyyatçı kitabı şəhid ailələrinə hədiyyə edildi. Elvin Qudrətov, Həcər Həsənov və Aqil Əsədov bu gün informasiya proqramı üçün. Mən sənə bir söz demək istəyirəm.